Martın 21'i Bakıda ve Abşeron yarımadasında gündüz saatlerine kadar havanın yağıntılı olacağı, güclenen şimal-qərb küləyin əsəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, temperatur gecə 4-6, gündüz 9-13 dərəcə isti, atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 70-80% olacaq. Naxçıvanda gün ərzində əsasən də axşam saatlarında havanın yağıntılı olacağı, temperaturun 3-5 dərəcə isti təşkil edəcəyi gözlənilir. Azərbaycanın bəzi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı, dolu düşəcəyi, bəzi dağlıq rayonlar isə qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, qərb küləyi güclənəcək. Temperatur gecə 3-7, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.